İran lideri Amerikaya sərt bir şillə vurduq deyir. Amma Tehranın elə bir zəif nöqtəsi var ki, bura vurulsa bütün İran çökə bilər. Xarq adası. Xəritədə kiçik bir nöqtə kimi görünən bu ada əslində İran iqtisadiyyatının 90%-ni çiynində daşıyır. Bəs bu ada yox olsa nə olar? Vaxtilə qərb şirkətlərinin inşa etdiyi bu nəhəng terminal Bəsrə körfəzinin dərin sularında yerləşir və İranın bütün neftini dünyaya buradan daşıyır. Bu, onu həm İranın ürəyi, həm də ən həssas hədəfi 1979-cu il İslam inqilabından sonra İran qərbin düşməninə çevrildi. Qısa müddət sonra başlayan İran-İraq müharibəsində Saddam Hüseynin ilk hədəflərindən biri məhz Xarq adası oldu. Ada dəfələrlə bombalansa da İran nə olursa olsun neft axınını davam etdirməyi bacardı. Bugün ağır sanksiyalar altında olan İran, kölgə ticarəti adlanan inanılmaz bir qaçaqmalçılıq şəbəkəsi ilə neftini satmağa davam edir. Tankerlər peyk siqnallarını söndürür, açıq dənizdən neft başqa gəmilərə ötürülür və sənədlərdə mənşəyi dəyişdirilir. Əsas alıcı olan Çin isə bu nefti daha ucuz əldə edir. Tehran da bu gəlirlə Hizbullah və Həmas kimi proksi qruplarını maliyyələşdirir. Bəs niyə ABŞ və İsrail İranın bu Axilles tabanına hədəf almır? Çünki Xarq adasının vurulması qlobal bir fəlakətə səbəb ola bilər. Neft qiymətləri bir gecədə 2 qat artar. Dünya iqtisadiyyatı böyük böhrana girər və İran tamamilə Çinin təsirinə düşər. Bu səbəbdən Xarq hələlik masada saxlanılan, amma toxunulmayan ən təhlükəli kozurdur.